بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allah Azze ve Celle'nin izniyle demiştik ki Ramazan ayında vaxt aşırı imkan olduqca imanımızı təzələyəcək bəzi mövzulara toxunacağıq. Bugün də istəyirəm ki, Allahın izni ilə qısa bir zikr edim. Ümumiyyətlə, qardaşlar, bir kəs hər hansı bir xəstəlik səbəbi ilə həkimə getdikdə, həkimə lazım olan şey əvvəl xəstəni diqqətlə dinləmək, xəstəliyini müəyyən etmək və müvafiq müalicə təyin etməkdir. Yəni, bununla bərabər həkim xəstəsinə yazdığı dərmanları, reseptləri necə istifadə etmək qaydasını da öyrətməlidir. Bəzi dərmanların yeməkdən əvvəl, bəzilərinin yeməkdən sonra qəbul edilməsi lazım olduğunu həkim mütləq xəstəyə tənbih edir. Yəni, sonra isə bu dərmanların nizamlı bir şəkildə vaxtında təyin olunan miqdarda qəbul olunmasını vurğulayır. Xəstəliyə tənbih edir ki, necə deyilibsə, deyildiyi şəkildə dərmanları qəbul etsin. Səbəb nədir? Şübhəsiz ki, həkimin bu cəhdləri və yazdığı müalicə xəstənin şifa tapması üçündür. Allahın izni ilə xəstənin şifa tapması üçün həkim belə titiz davranır, belə ciddi davranır, belə səy göstərir. Həkim xəstənin sağalmasını istəyir və sağalması üçün səbəb olaraq müəyyən müalicə metodlarından istifadə edir. Allah Əzzə və Cəllə, qardaşlar, öz qullarına qarşı, bizə qarşı ən şəfqətli həkimdən daha şəfqətlidir. Öz xəstəsinə qarşı, öz pasiyentinə qarşı ən şəfqətli, ən mərhəmətli həkimdən daha mərhəmətlidir. Hətta qiyas edilməsi mümkün olmayacaq qədər mərhəmətlidir. Allah Əzzə və Cəllə hidayəti öz üzərinə götürmüşdür, quluna hidayət vermişdir. Biz hidayəti, İslamı, bu əzəmətli neyməti öz səyimizlə əldə etməmişik. Öz cəhdimizlə, öz imanımızla, öz çalışmağımızla əldə etməmişik. Şübhəsiz ki, bunu Allah Əzzə və Cəllə bizə heç bir əvəzsiz vermişdir. Milyonlarla, milyardlarla insanın içərisindən heç bir səbəb olmadan bizi seçmişdir. Necə ki, Allah Əzzə və Cəllə buyurur ki, fəriqun hədə, fəriqun haqqa aleyhumud dalalə. Bir firqə hidayət oldu. Bir firqə isə zəlaləti haqq etdi. Allah Əzzə və Cəllə hidayəti zikr edərkən demədi, bir firqə hidayəti haqq etdi. Onlar hidayətə layiq olduqları üçün onlara hidayət verdim. Xeyr. Dedi ki, bir firqə hidayət oldu. Yəni, heç bir səbəb olmadan Allah Əzzə və Cəllə bizə hidayət verdi. Amma kim zəlalətdədirsə, o zəlaləti haqq edən kəsdir. Səbəbsiz yerə zəlalətə düşməmişdir. Allah Əzzə və Cəllənin bizi yaratmasının və dünyaya göndərməsinin ən böyük səbəbləri də vardır. Ən böyük səbəbi nədir? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız və yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yuxarıda da zikr etdiyim kimi, qardaşlar, bizim şifa tapmağımız üçün, xəstəlikdən xilas olmağımız üçün həkimin bizə tənbih etdiyi müalicə metodundan istifadə etməyimiz, ona diqqətlə yanaşmağımız, ona qarşı ciddi olmağımız nə qədər mühümdirsə, eyni ilə Allah Əzzə və Cəllə bizim hidayətdə qalmağımız üçün bu yolun sonuna qədər sağlam qəlblə gedə bilməyimiz üçün müəyyən müalicə metodları, buna ibadət deyirlər. Buna şəriətdə ibadət deyirlər.
müəyyən ibadət üsulları bizə təyin etmişdir. Biz o üsulları Allah Əzə və Cəllənin, Allah və Rəsulunun təyin etdiyi şəkildə davam edəriksə, Allah Əzə və Cəllənin bizə göndərdiyi kitaba uyaraq, Rəsulunun bizə göndərdiyi Rəsulunun sünnətinə uyaraq davam edəriksə, bu məsələdə ciddi olarıqsa, bu məsələdə səhlənkarlıq etməriksə, necə ki, həkimin təyin etdiyi reseptə, müalicəyə səhlənkarlıq etdiyimiz zaman şifa tapmağımız biraz çətin olarsa, şifa tapmağımız mümkün olmazsa, eyni ilə Allah Əzə və Cəllənin təyin etdiyi bu yola ciddi yanaşmadığımız zaman biz bu yolun sonuna çatmağımız, bizim bu yolun sonuna çatmağımız çətin olacaq. Bizim hidayət üzərində sabit qalmağımız çətin olacaq. Allah Əzə və Cəlləyə səlim qəlblə qovuşmağımız çətin olacaq. Yəni, bu ibadətlərin müəyyən həqiqətləri vardır. Və qul bu həqiqətlər çərçivəsində yaşamalıdır. Xəstə həkimin ona tövsiyə etdiyi müalicəyə ciddi əməl etməsi ilə şifa tapdığı kimi, qul da Allah Əzə və Cəllənin ona tövsiyə etdiyi həyat metoduna, ibadət metodlarına ciddi əməl etməklə nicat tapacaqdır. Qulun nicat tapması Allahın ona göndərdiyi müalicəyə, yaşayış tərzinə ciddi əməl etməsinə bağlıdır. Yəni, Allaha qulluq etmək. Allah Əzə və Cəlləyə qulluğun mənası tam bir şəkildə ona boyun əymək və itaət etməkdir. Ona ibadət etmək, əmrlərinə uymaq, ona qarşı xuşunu, təqvanı daima qoruyub saxlamağa çalışmaq, ona hər an möhtac olduğunu heç vaxt unutmamaqdır. Buna görə də daima ondan istəməli və onun qarşısında boynu bükük dayanmalıdır. Onun qarşısında ona möhtac olduğunu göstərməlidir. Ona təvəkkül etməli və ixlaslı bir şəkildə ona yönəlməlidir. Bütün bunlarla yanaşı, Allah Əzə və Cəllənin hər şeydən çox sevməli, onun rizasını, hər şeyin rizasının üzərinə çıxartmalıdır. Qul məhz bu şəkildə Rəbbinin rizasını qazanacaq və bu səbəblə də onun rəhmətinə və cənnətinə nail olacaqdır. Və beləliklə özünü cənnətə yaxınlaşdıracaq və cəhənnəmdən uzaqlaşdıracaq əməllərə daha çox səy göstərəcək. Daha həvəslə bu əməllərə yönələcəkdir. Qul ən çox Allah Əzə və Cəlləni sevər, ən çox Allah Əzə və Cəllədən qorxar. Allah ilə rahatlıq tapar. Allahın sonsuz gücünə, elminin sonsuzluğuna güvənər. Allaha təvəkkül edər, ondan qorxar. Allaha təvəkkül etməsi, onu sevməsi, ondan qorxması qəlbindəki imanın gücünü göstərir. Necə ki, Allah Əzə və Cəllə buyurur ki, فَتَوَكَّلُوا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ وَعَلَى اللّٰهِ فَلْيَتَوَكَّلُوا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ Əgər möminsinizsə Allaha təvəkkül edin. Yəni Allah Əzə və Cəllə buyurur ki, فَاللّٰهُ أَحَقُّ أَنْ تَخْشَوْهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ Əgər möminsinizsə, qorxmağa ən layiq olan Allah Əzə və Cəllədir. Yəni, sənin Allaha qorxun nə dərəcədədirsə, o dərəcədə möminsən. Allaha təvəkkülün nə dərəcədədirsə, o dərəcədə möminsən. İman qəlbdə kök saldıqca qulun yaşayışı da gözəlləşər. Allah Rəsulü sallallahu aleyhi və səlləm İmam Buxari və Müslimin rəvayət etdiyi hədisdə buyurur ki, Ələ innə fil cəsədi mudğətun fəhiyyə saləhət saləhəl cəsəd kullihi və hiyyə fəsədəl cəsədi kullihi Ələ fəhiyyəl qalb Bil ki, bədəndə bir ət parçası vardır. Əgər o salih olarsa, sağlam olarsa, bütün bədən sağlam olar. Əgər o ifsad olarsa, bütün bədən ifsad olar. Bilin ki, bu qəlbdir. İman qulu doğru bir yaşayışa və istiqamətə yönəldən əsl səbəbdir. İman qulu bu dünyada doğru yaşayışa və axirəti əldə etməsi üçün istiqamətə yönəldən, o axirət istiqamətinə yönəldən əsl nədir? Səbəbdir. Necə ki, Allah Əzə və Cəllə buyurur ki,
وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ إِنْ أَمَرَهُمْ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا. Allah və onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadının öz işlərində istədikləri qərar verə bilməzlər. Yəni o Allahın qoyduğu istiqamət üzrə getməlidir. Möminsənsə, mömin kişi və yaxud mömin qadın vəsfini almısansa, özün öz yolunu gedə bilməzsən. Allahın sənə təyin etdiyi istiqamət üzrə gedəcəksən. Allah və onun Rəsulu bir hökm verdiyi zaman həmin hökm üzrə hərəkət edəcəksən. Allaha və onun Rəsuluna asi olan kəs əlbəttə ki, açıq aydın azğınlığa düşmüşdür. Qulun əsl hədəfi Allah Əzzə və Cəllənin rizasını əldə etmək və bu sayədə dünya və axirətdə nicat tapmaqdır. Və Allah Əzzə və Cəllə bizə bu hədəfə çatacaq yolları, səbəbləri göstərmişdir. Bizi bu hədəflərə çatdıracaq səbəbləri qəlbi, bədəni və malı olaraq 3 qismə ayıran ibadətlərlə bəyan etmişdir. Bizə cənnətə çatdıracaq, hədəfə çatdıracaq səbəbləri bəyan etmişdir. O səbəblər nədir? Qəlb ilə, mal ilə və bədən ilə olan ibadətlər. İbadətlər Allaha qulluğu isbat edən həqiqi vasitələrdir. Məsələn, namazın xüsusiyyəti odur ki, namaz qula Allaha qarşı fəqir və aciz olduğu düşüncəsini verir. Bu ibadət qulun Rəbbinə bağlanması, ona yalvarması, ona möhtac olduğunu etiraf etməsi, ona səslənməsi, onu sevməsi üçün böyük bir vasitədir. Bu ibadətin nəticəsində qulda Allaha qarşı təvazökarlıq və xuşu yaranır. İnsan nə qədər namazında ciddi olarsa, namazlarında həm zahirən, yəni həm vaxtında qılarsa, həm batinən, yəni namazın daxilində xuşunu əldə etməyə çalışarsa, hər namazında buna diqqət edərsə, tədricən Allaha qarşı təvazökarlıq və xuşu yaranır. Necə ki, Allah Əzzə və Cəllə buyurur ki, onlar səcdədə ağlayarlar və bu onların imanını daha da artırar. Yəni, beləliklə namaz səcdə vasitəsilə imanı artar, qulun imanı artar və onun təsiri qulun bütün həyatında, yaşayışında özünü göstərir. Bunun nəticəsində xeyir işlərə daha həvəsli yanaşar və pis əməllərdən sürətlə çəkinməyə başlayar. Necə ki, Allah Əzzə və Cəllə buyurur ki, وَأَقِيمُ الصَّلَاةِ namaz qılın. İnnə s-salətə tənhə anil fəhşəy vəl-münkər. Həqiqətən namaz çirkin, fuhuş və pis əməllərdən çəkindirir. Sən namazlarına diqqət etdiyin zaman, namazlarında xuşunu əldə etməyə çalışdığın zaman, namazlarda Rəbbini xatırladığın zaman, namazlarda Rəbbinin huzurunda dayandığın düşüncəsində olduğun zaman tədricən onun təsirini namazdan kənarda da hiss edəcəksən. Həyatının digər sahələrində də hiss edəcəksən. Tək namazda yox, ümumiyyətlə daima, hər daim Rəbbinin huzurunda dayandığını hiss edəcəksən. Və bu sənin həyatına təsir edəcək. Bu sənin qəlbinin sağlam qəlb olmasına, səlim qəlb olmasına səbəb olacaq. Və bu pis əməllərdən çəkinməyə başlayacaq. Yenə sədəqə, mal ilə olan ibadət. Sədəqə insanın dünya sevgisini və ona bağlılıq xəstəliyini müalicə edən və qəlbi qüvvətləndirən bir müalicə vasitəsidir. Yəni sədəqə qəlbi təmizləyər və qüvvətləndirər. Necə ki, Allah Əzzə və Cəllə buyurur ki, خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ وَبِهَا صَلِّ عَلَيْهِمْ. Onların mallarından sədəqə al və bununla onları təmizə çıxart. Onları təmizlə və onlar üçün dua et. Oruc insanın öz nəfsinə hakim olmasına və Allah Əzzə və Cəlləyə qarşı təqvalı olması üçün müalicə vasitəsidir. Necə ki, Allah Əzzə və Cəllə buyurur ki, Ya eyyuhəl-ləzinə əmənu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun.
Ey iman gətirənlər, oruc sizə fərz edildiyi kimi sizdən əvvəlkilərə də fərz edilmişdir. Nə üçün? Təqvalı olasınız deyə. Orucda məqsəd nədir? Qulun təqvalı olması üçün. Yəni, fikir verirsinizsə, qardaşlar, bütün bu ibadətlərin hamısının bir məqsədi var. İnsanın qəlbini sağlamlaşdırmaq, insanın qəlbini səlim qəlbə çevirmək. Və bu səlim qəlb vasitəsilə Allah Əzə və Cəllənin rizasını qazanmaq, Allahın cənnətində nail olmaq. Ona görə dediyim kimi, başından bəri dediyim kimi, qul həkimin ona yazdığı vasitələrə şiddətli xəstələndiyi zaman, həkimin ona yazdığı vasitələrdən, müalicə metodundan ciddi istifadə etdiyi zaman şifa tapacağı kimi Allahın izni ilə Allah Əzə və Cəllənin ona təyin etdiyi ibadət üsulundan, müalicə üsulundan ciddi istifadə etdiyi kimi nicat tapacaq. Hətta ondan daha şiddətli həkimin yazdığı müalicəyə diqqət etdiyindən daha şiddətli şəkildə Allah Əzə və Cəllənin təyin etdiyi müalicə metodundan nə etməlidir? Ciddi yanaşmalıdır. Nə üçün? Çünki həkimin yazdığı müalicəyə əməl etmədiyi zaman, səhlənkarlıq etdiyin zaman bu sənin dünyanı həlak edəcək. Bu sənin bədən xəstəliyini artıracaq, bu sənin bədənini xəstə edəcək. Amma Allah Əzə və Cəllənin yazdığı ibadət metodundan Allah Rəsulü sallallahu aleyhi və səlləmin sənə göstərdiyi ibadət metoduna səhlənkarlıq göstərsən, ona ciddi əməl etməsən, bu sənin həm dünyanı, həm də axirətini məhv edəcək. Yəni, bütün bu ibadətlər ümumi mənada Allahı daima xatırlamağa hədəfləmişdir. Onun əzəmətini, ucalığını və kəlam sahibi olduğunu xatırlamağı hədəfləmişdir. Beləliklə, insanın xoşbəxtliyi və Allah Əzə və Cəlləyə qarşı olan imanı bu ibadətlərə ciddi şəkildə əməl etməklə artır. Necə ki, Allah Əzə və Cəllə buyurur ki, Ələ bi zikrilləhi tətmə'inul qulub. Bil ki, qəlblər yalnız Allahı anmaqla, Allahı zikr etməklə nə olar? Mutmain olar, rahatlıq tapar. Qəlblərin Allahı anmasının üçün də əvvəl həmin qəlblərin səlim olması lazım. Sağlam qəlb olması lazımdır. Xəstə qəlblər əsla Allahı ana bilməz. O qəlblər əsla mutmain ola bilməz. O qəlbin sağlam olması üçün də Allah Əzə və Cəllə müalicə, Allah və Rəsulu müalicə təyin etmişdir. O müalicəyə əməl etdiyin zaman, o müalicəyə qarşı diqqətli olduğun zaman bu hədəflərə çatacaqsan. Allah Əzə və Cəllə bizi bu Ramazanda hədəfə çatan Allah Əzə və Cəllənin və Rəsulunun təyin etdiyi müalicəyə əməl edərək, ciddi əməl edərək hədəfə çatan qullarını eləsin. Sübhənəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.